Salam əziz izləyicilər. Tarix yeni test toplusundan Roma mövzusuna əlavə olunmuş 51-ci sualın izahına baxaq. Uyğunluğu müəyyən edin. 1. İtaliya, yəni Roma. 2. Yunanistan, Makedoniya, amma daha çox Makedoniyaya yaxındır. İndi görək testdə necə verib. 3. Misir, 4-dəki Mesopotamiya. 1-2. Eradan əvvəl 1-ci minilliyin 2-ci əsrdə Misirin işğal edilməsi. 1. Roma. Nə vaxt işğal edilib? Eradan əvvəl 30. 1-ci minilliyin 2-ci əsrdə düşdü. Makedoniya nə vaxt işğal edilib? Eradan əvvəl 332-ci ildə. Deməli, hər ikisi uyğundur. 1, 3, 4. Eradan əvvəl 2-ci yüzilliyin 2-ci yarısında Yunanistan işğal etməsi. 1 işğal edilib Eradan əvvəl 146-da. Aiddir. Amma 3 ilə 4, nə 4-də elə bir dövlət yox idi. Misirdəki o vaxt, yəni ümumiyyətlə Misir Yunanistana qədər gəlib çıxa bilməyib. 2-4. Eradan əvvəl 2-ci yüzilliyin 2-ci yarısında Roma imperiyası tərəfindən bu çıxılır. Çünki 2-ci yüzilliyin 2-ci yarısında Roma imperiya deyildi. 3-4. İlk yazı sülh müqaviləsi imzalanmış. İlk yazı sülh müqaviləsi Kadeş sülh müqaviləsi. Kadeş sülhü də 3 ilə 4 arasında imzalanmayıb. Bura bir dənə 5 yazaq. 3-dən 5, yəni Hitlerlə Misir arasında imzalanıb. Bu işi də elə belə yazdıq. Yəni ki 3 ilə 4-ə aid deyil. 1, 2, 3. Fələstin və Suriyanın işğal edilməsi. 1. Roma. Bura qədər gələndə onsuz Fələstinə qədər Mark Trayanda gəlmişdilər. Onlar işğal edib. 2. Makedoniya onsuz gəldi, bu Misirə qədər gəldi, tutdu, hər yer işğal elədi. 3-dəki bilirik ki, birini tutmaz, üçüncü tutmaz, Ramzes bu əraziləri tərkibinə qatıb. Yəni cavab A-yə. İzah xoşuna gəlsə videonu bəyənməyi yaddan çıxartmayın. Sağ olun.